20, 12, 25. Allah meyxanaçımız Kərimə rəhmət eləsin. Fanatıyam. Mən ona görə üzümü göstərmirəm. Və öz şeirimi Kərimə həsr edirəm. Amansız fələk də tez aldı səni. Gözü yaşlı qoydu yaman bizləri. Kərim ölməyibdir, qəlbimizdədir. Hamı çox sevərdi. Hamı çox sevərdi. Hamı çox sevərdi. Hamı çox sevərdi Ustad Kərimi. Yüksək zirvələrə addımlar atdı. Meyxana sənəti onu ucaltdı. Yaxşı qəzəli ilə, şirin səsi ilə hamı çox sevərdi Kərim ustadı. Hamı çox sevərdi gözəl Kərimi. Bakının Maşdağa kəndindən idi. Kəndində də hörməti qazanmış idi. Kəndində də çox hörmət qazanmış idi. Onun qəzəllərini, meyxanalarını vətənimin hər yeri çox dinləyirdi. Vətənimin hər yeri çox dinləyirdi. Kərimin səsini hamı sevirdi. Kərimin səsini hamı sevirdi. Mən İlham da onun fanatı oldum. Kərimin səsini yaman çox sevdim. Kərim ölməyibdir, qəlbimizdədir. Gedən ruh, gedən cismi oldu, ruhu bizdədir. Maşdağa kəndinə böyük salamlarım olsun. Hörmətlə İsmailzadə. İsmailzadə İlham. Mən ümumiyyətlə Kərimin də fanatı oldum meyxanaçılardan. Allah qəni rəhmət eləsin. Mən ən çox sevdiyim meyxanaçı olmuş, dünyasını dəyişmiş Rəmzi, sonra Ağasəlim, Nizami Rəmzi, Ağasəlim, nə bilim, Vüqar, Namiq Məna, Pərviz Bülbülə, Allah yolunu açıq eləsin, Rəşad Dağlı və bizim ümumiyyətlə söz ustaları, güclü söz ustaları, qəzəlçiləri, meyxanaçılarımızdır. Meyxana sənəti hər kəs bir cürə baxır, amma çox güclü sənətdir. O bədahə, onun fikirləri, beyinlərində sözləri birbaşa deyir. Bu böyük bir yaradıcılıqdır, böyük bir, güclü bir istedad tələb edir. Allah Azərbaycanımızı var eləsin. Mən özüm çox sevirəm musiqini. Hətta meyxananı əvvəl sevmirdim, amma meyxanaya daha da çox sevgim. Muğama, dünya klassik muzikalarına, ümumiyyətlə mahnı, muzika insanın beyninə, ruha qida verir. Yaşasın Azərbaycanım, yaşasın mənim doğma vətənim, yaşa Azərbaycan, yaşa. Azərbaycanımın hər yeri gözəldir, hər güşəsi gözəldir. Yaşasın ordumuz, əskərlərimiz, dəmir yumruqlu prezidentimiz o torpaqları 30 ildən sonra bizə qaytardı. Mən neçə illərdir xarici ölkələrdə olurdum. İndi fəxr edirəm ki, Azərbaycanlıyam. İndi yox, hər zaman fəxr etmişəm ki, Azərbaycanlıyam. Sağ olun, təşəkkürlər. Hörmətlə İsmailzadə. İndi kim necə səs verər. Mən özdə yalvarıb demirəm ki, mənə səs verin. Mən heç vaxt demərəm ki, bu şeyi basın, səs verin, səsim artsın, nə bilim, nəyə düşün, versələr də, verməsələr də mən öz fikrimi xalqıma çatdırmaq istəyirəm. Məndən böyük salamlar olsun Maşdağa kəndinə. Samuğum, gözəl Samuğum,
cənnətdir mənim gözəl Samuğa. Samuğa da salamlar. İsmail Zədə təşəkkür.